olsun. Xoş gördük hər birinizi. Fizikadan olan sualımız bu şəkildədir. Bugünkü sualımız. Birinci cəryanlı naqilin maqnit sahəsi tərəfindən ikinci cəryanlı naqilə təsir edən amper qüvvəsinin istiqamətini istəyir bizdən. Birinci cəryanlı naqilə təsir edən maqnit induksiya vektoru tapmalıyıq biz. Onun üçün nə edirik? Sağ əl qaydasıyla. Deməli, sağ əli elə tuturuq ki, cəryanlı naqili ovucumuza daxil olsun. 90 dərəcə açılmış baş barmaq cəryan istiqamətində, bükülmüş 4 barmaq isə maqnit induksiya vektoru istiqamətini verəcək. Baxın, deməli, bu cəryanlı naqili fərz edirik. Bu cəryanlı naqili bu şəkildə tutduq, baş barmağım yuxarı. Bükülmüş 4 barmağım, gördük, sanki maqnit induksiya vektoru 4 barmağım bu cəryanlı naqilin bu tərəfindən daxil olub, bu tərəfindən mənə tərəf gələcək. Ona görə də bu tərəf olacaq X, çünki 4 barmağım məndən gedir lövhəyə tərəf. Və bu deməkdir ki, induksiya xətləri bizdən şəklin hissəsinə gedir. Bu cəryanın naqilin sağ tərəfində. Sol tərəfində isə mənə tərəf gələcək. Sanki bu cəryanın naqildir. Bu 4 barmaq, bu əlimi, sağ əlimi buradan daxil elədim. Bu cəryanın naqilin sol tərəfindən 4 barmağım mənə tərəf gəlir. Demək ki, bu cəryanın naqilin sol hissəsi nədir? Maqnit induksiya vektoru şəkildən bizə doğrudur. Maqnit induksiya xətləri şəkildən bizə doğrudur. İndi isə ikinci cəryanlı naqilə təsir edən amper qüvvəsini istəyir bizdən. İkinci cəryanlı naqilə təsir edən amper qüvvəsinin istiqamətini sol əllə tapırıq. Sol əli elə tuturuq ki, maqnit induksiya xətləri ovucumuza perpendikulyar daxil olsun. Deməli, sol əli necə tuturuq? İnduksiya xətləri nə olub? Şəkildən bizə tərəf gəlib. Deməli, sol əlimi elə tuturam ki, induksiya xətləri ovucuma perpendikulyar daxil olsun. 4 barmağım cəryan istiqamətində, baş barmağım isə amper qüvvəsinin istiqamətini verəcək. Deməli, ikinci naqilə təsir edən amper qüvvəsinin istiqaməti aşağı doğru olacaq. Sualımız buraya qədər. Əgər belə sualların davamını istəyirsinizsə, bizi izləməyi unutmayın. Sağ olun, təşəkkür edirəm.